Değerli izləyicilər, sizləri salamlayıram yeni gündə. Xırdalan şəhərində Heydər Əliyev adına prospektin kənarında yerləşən gözəl bir binadan hər birinizə salam olsun. Sizlərə düşmə bir qiymətə qanuni 2 otaq, 3 pəncərəli mənzil təqdim edirəm. Təqdimata başladıq mənzilimizin ən birinci qonaq otağından. Baxın, belə gözəl ölçüyə malik, səliqəli bir qonaq otağımız var. Qanunu 2 otaqdır. 3-cü mərtəbədə yerləşir. Bina daş binadır. Qazı su işığı daim fasiləsizdir. Gözəl bir ərazidə yerləşir. Məktəblərin, bağçaların tam yaxınlığında böyük ticarət mərkəzlərin. Gördünüz, belə bir səliqəli qonaq otağımız var idi. Döşəməmiz laminatdır. Kombi xətlərimiz çəkilib. Qiyməti də möhtəşəmdir həqiqətən də. 64.000 manata deyir əmlak sahibi. Real alıcı ilə qiymətinə endirim var. Giriş qapı hissəmizdir. Giriş qapıdan daxil olarkən bizi qarşılayır koridor. Qanuni 2 otaqlıdır. 2 otaq, 3 pəncərə və eyvan. Qranit olan hissələr isti döşəmədir. Gördüyünüz kimi tam əla təmirlidir. Burada yerləşir ümumi sanuzel. Baxın, aksesuarları quraşdırılıb hazır vəziyyətdə. Görürsünüz dəyərli dostlar. Sol istiqamətində yerləşir yataq otağımız. Kvadrat normal qaydada geniş ölçüyə malik olan yataq otağımızı tam təmirlidir. Hazır al köç yaşa. Qaz daimidir, su daimidir, işıq daimidir. Marşrutun düz kənarında işləyir. Şəhərə işləyən avtobus dayanacağının düz kənarında yerləşən gözəl bir binada, daş binada. 3-cü mərtəbədə 64.000 manata təcili satışa çıxılmış qanuni 2 otaqlı mənzil sizlərə təqdim edirəm. Görürsünüz, burada da yerləşir mətbəximiz. Mətbəxdən də eyvana çıxışdır. Eyvan plastik pəncərə vasitəsilə bağlanıb. Normal genişlikdə mətbəx talanımızdır. Görürsünüz, normal genişlikdə, normal geniş ölçüsü olan mətbəximiz. Burada yerləşir eyvan, eyvanda yerləşir istipolun xətləri, kombinin xətti, qaz xətti və istəsəz paltar yuyanda bura qoya bilərsiniz. Onun üçün adjenidə kanalizasiya quraşdırılıb burada. Tam idealdır. Yəni gün səhər alıb köçüb rahatlıqla yaşaya bilərsiniz. Düşmə qiymət dediyimiz, baxın, bu qiymətdir. Qanuni 2 otaqlı, ideal təmirli 64.000 manat. Diqqətinizə görə sağ olun.